Keçən gecə anamın oğlu sinə dağlamışam. Yanan çadırda ruba bağlayıb mən ağlamışam. Səhərəcən ağlamışdılar. Amma onlardan heç birisindən şikayət eləmədilər. Xanım Səkinə, yazırlar 10 yaşı var idi. Gəldi dayandı İmam Hüseyin ağanın bədəninin kənarında, başı yox idi bədəndə. Ziyarət elədi, dedi ya əbəta, unzur ilə ruusinəl məkşufə. Ata, başımıza bax, açıblar hicabımızı əlimizdən alıblar. Unzur ilə ruusinəl məkşufə. Bax, açılan başımıza. Ondan baxırdı Əbəlfəzin cənazəsinə. Əbbas, əgər sən olsaydın bizim hicabımızı ala bilərdilər. Yazırlar xeymələrə həmlə olanda xeymələrə hücum elədilər. Hər nə var idi yapardılar, qiymətli şeyləri. Xanım Zeynəb özü qabaqdan hazırlamışdı ki, versin onlara qızlardan nə qədər qiymətli qızıl, nə əşya var idi, olan hamısını almışdı, hazırlamışdı ki, gəlsələr, bunlara görə gəlirlər də, bu qiymətli əşyalara görə bunları verin, bəlkə Ali Peyğəmbərə tərəf gəlməyələr. Xanım Zeynəb zər o zeybi qabaq bühmüşdü dəsmalə, dayandı rübərudə atdı bir qavm cühalə, buyurdu əyyuhəl ərab vəhşi mərdum nadan, xiyalüz mal dünyadır, mənə möhlət verin əl-an, hərim-i haşimini saxlayım bir quşədən alan, ki qalsın ixtiyarüzdə sizin bu xeymələr yeksan, çəkün fərş o, züruf o, tirməsin, həm pərdəsin şalin, Hüseynin bicəhət incitməyün biçarə ətfalin. Əsər etməz Nəsim-i sübh-i sadiq səngi xaraya, həkimin anlamaz mənay pəndin hər furumaya. Baxmadılar ki, xanım Zeynəb hazırlamışdı, hamısını verə onlara. Amma girdilər içəri, ot vurdular, qarət elədilər. Yazıblar o balaca qızların birinin 4 yaşında, 3 yaşında, bax belə yaşında. Ətəyi ot tutub, qaçır. Bir yana qaçır, o yana qaçır. O halda bir nəfər yetişdi. Bir nəfər yetişdi, buna yaxınlaşanda bu qorxdu. Balaca qızdı. O dedi ki, narahat olma. Mən səndən işim yoxdur. İstirəm ətəyin otun söndürəm. Belə baxdı, dedi, sən kimsən? Dedi, mən Yəhudiyəm. Dedi, Yəhudi, mən Əli Əkbər bacısıyam. Mən qoymaram mənim ətəyimə naməhrəm kişinin əli dəyə, özüm söndürürəm. Əlləri yana-yana ətəyin söndürdü. Amma qoymaram naməhrəm mənə yaxın gələr. Həmin qız idi, gecə Şamın yolunda yolda düşmüşdü. İmam-ı Səccad əleyhissalama dedilər ki, gördülər Həzrətin yaralı başı dayanıb getmir. Yollarda ki gedirdilər, çox sürətlə aparırdılar. Gördülər Həzrətin İmam Hüseyin ağanın yaralı başı qabaqda getmir. Dedilər, bunun illətin oğlu bilər. Nə qədər zor elədilər, mümkündür. Gəldilər, ağa, belə bir şey var. Dedi, o getməz. Onun bir qızı düşüb yolda, dəvələrin üstündən. O çağırır atasını, ona görə dayanır. Bu getməz.
Bir nəfər Zəcr adında Müntəhül Amal yazır, bir Zəcr adında bir güclü pəhlivan mindi atı, gəldikləri yolu qayıtdı. Axtara-axtara gedir tapa. Deyir, yetişdim, gördüm bitkilərin yanında, dibində bir qız oturub orada özün verib ağacın altına. Baxdım, gördüm, hə, bu odur. Gecə yarısıdır. Təh qalıb orada, qorxur, uşaqdır. Mən çatan kimin götürdüm ki, qoyam atın üstünə, yeyin gələm. Bu dedi, mən gəlmərəm səninlə. Nə qədər dedim, dedi, mən səninlə gəlmərəm. Naməhrəm ilə bir ata minməz Hüseyin qızı. Əmməm deyibdi, bu əməlin çox günahı var. Heç. Qəmçi ilə vırdım, dedi, hazır olmadı. Onda oldu ki, mən qabaqda getdim, o ayağından daldan qaça-qaça gəlir. Gəldi, çatan kimin dayandı, Həzrətin yaralı başının bərabərində. Dedi, Əssəlamu aleyk ya Əba Əbdillah. Ata, bu başı yetim qızlara çox görməsin Allah. Bu nümunələr bizə göstərir ki, bizə öyrədir ki, İffət, ismət, hicab, Quranın ayələri öz yerində, Peyğəmbərin buyurduğu hədislər öz yerində, Peyğəmbərin öz yoldaşları, öz xanımları, öz qızı Fatimə Zəhranın əməli, hicabi, onlar hamısı bizə dərsdir, nümunədir öz yerində, amma Kərbəla da bunu öyrədir bizə. Bir də 5-ci mətləb ki, bizə öyrədir, o da budur ki, başa salır ki, hər yerdə bir haqq ilə bir batil, ikisi qarışdı bir-birinə, insanlara başa saldılar ki, insanlar, müsəlmanlar haqqı müdafiə eləsinlər, haqqıdan heç vaxt keçməsinlər. Hətta özlərin qırağa da çəkməsinlər ki, qarışmayaq bu məsələyə. Əli əleyhissalam Siffeyn müharibəsində bir iddə tanınmış adamlar var idilər, onlar çəkildilər, dayandılar qıraqda. Dedilər, biz bu məsələyə qarışmayacağıq. Nə Əlini himayət eləyəcək, nə Muaviyyəni. Abdullah ibn Ömər onların biriydi. Səd ibn Əbi Vəqqas onların biriydi. Səid ibn Zeyd onların biriydi. Ənəs ibn Malik onların biriydi. Əbu Musa Əşəri onların biriydi. Bax, bu qəbil adamlar qaldılar qıraqda. Həzrət onlara buyurdu, Xəzəlu əl-həqqə və ləm yənsurul batilə. Bunlar öz əməlləri ilə həqqi zəlil elədilər, batili də himayət eləmədilər. Amma həqqi zəlil elədilər. Görür, yox, belədir. İmam-ı Hüseyin ağa söhbətlərində buyurdu, cəmaat, mən özüm eşitdim, Peyğəmbər buyurdu, Ali Əbi Süfyana xilafət haramdır. Və hər zaman gördünüz Muaviyyə mənim mənbərimdədir, onun qarnını sökün, gətirin aşağı. Amma siz bunu eləmədiniz. Onun nəticəsi bu oldu ki, Allah ondan pis, onun oğlun sizə hakim elədi. Fələm yəf'əlu ma umiru bih, fəbtəlahumullah bi ibnihi Yəzid.
o sözü ki peyğəmbər demişdi. Çün ona bunlar əməl eləmədilər. Həzrət buyuruyor, ona görə Allah Yazidi bunlara gətirdi, hakim elədi.